Tapşırığa baxaq. 20-ci tapşırıqda deyilir, uyğunluğu müəyyən et. Ulduz. Birinci variantları oxuyaq. Mars və Yupiter arasında yerləşir. Mars və Yupiter arasında yerləşən nə idi? Asteroid idi, düzdürmü? Deməli 4-ə A yazırıq. Sonra deyir, qaz şəklində olur, işıq və istilik saçır. Özündən işıq və istilik saçan ulduz idi. 1-ə B olur. Sonra Günəş və öz oxları ətrafında hərəkət edən soyuq səma cisimlərdir. Öz oxu ətrafında, Günəş ətrafında hərəkət edən səma cisimləri nə idi? Planetlər. Deməli, C-ni 3-ə yazırıq. Dəmir və ya daş kütləsindən ibarətdir. Dəmirdən və daş kütləsindən ibarət olan səma cismi meteorlardır. 2-yə D variantıdır. Qrup halında yerləşdiyinə görə bürclər adlanır. Əvvəlki tapşırıqlarda da qeyd etmişdik ki, bürclər böyük ay bürcü, kiçik ay bürcü. Kiçik ay bürcünün ən parlaq ulduzu nə idi? Qütb ulduzu. Deməli, qrup halında birləşdiyinə görə bürclər adlananda nə olur? Ulduzlar. 1-ə B-E, 2-yə D, 3-ə C, 4-ə A. Cavabımız A variantı olur. 24-cü tapşırıqda. Mars və Günəş arasındakı məsafəni müəyyən edin. Burada istənilən bir planet olsun. Bizə aşağıdakı astronomik vahidi 1.152 verildi. Bu nə deməkdir? Bir astronomik vahid nəyə bərabər idi? Bir astronomik vahid, yadınızda saxlayın ki, 150 milyona bərabərdir. 150 milyon. Burada bizə astronomik vahidi Mars ilə Günəş arasındakı məsafəni 1,52 verirdi. Tənasüblə həll etsək, 1-ə 150-dirsə, yəni 150 milyon. 1,52-yə də x qoyub həll edirik. 1,52. Buna da x qoyuruq. Tənasüblə çarpaz vururuq. X də bərabər olur 228 milyona. Cavabımız nə oldu? A variantı. Bu tip tapşırıqlarda əzbər bilməliyik ki, bir astronomik vahid 150 milyondur. Yəni, yerlə Günəş arasındakı məsafə 150 milyondur. Bu da qayda olaraq bir astronomik vahid qəbul edir. İndi Marsda deyir. Marsda hər zaman bizə bunu verir. 1,52, 1,32 dəyişə bilər. Amma bir astronomik vahidin 150 milyon olduğu heç vaxt dəyişmir. Biz bunu bildiyimizə görə 1-ə 150 qoyuruq. Verilən rəqəmə x qoyub, x-i tapırıq ki, 228 milyonmuş. Deməli, cavab A variantıdır. Sonra digər tapşırıqlara baxaq. 29. Böyük partlayış nəzəriyyəsinin mahiyyəti nədir? Böyük partlayış nəzəriyyəsi kimin nəzəriyyəsi idi? Hawkingin. İndi burada aid olanları götürməliyik. Deməli, birdə deyir, bütün materiya sonsuz sıxlığa və temperatura malik bir nöqtə şəklində mövcud olmuşdur. Böyük partlayış necə idi? Əvvəl bir nöqtə şəklində olmuşdu. Sonra onun partlaması nəticəsində qalaktikalar ardıcıl olaraq müəyyən dövrdən keçib sonda qalaktikalar yaranmışdı. İndi burada 1 doğrudur. Əvvəlcə nöqtə şəklində olub. Sonra 2. Kütlə enerjinin getdikcə sıxılması prosesidir. Xeyr, böyük partlayışda nə deyirdi? Getdikcə genişlənir. Sıxılma demirdi. 2 çıxır. Sonra 3-də kainat inkişafının başlanğıc mərhələsində çox sadə quruluşa malik olmuşdur. Bəli. Başlanğıc mərhələdə bir nöqtədən ibarət olmuşdur deyirdilər. Sonra zaman keçdikcə inkişaf edərək müasir qalaktikalar yaranmışdır. 3-ü götürürük. Sonra 4-də deyir, mürəkkəb strukturlar, atomlar, molekullar, kimyəvi birləşmələr, zülallardan ibarət olub ilk yaranan kainat tədricən daha da mürəkkəbləşmişdir. Burada əvvələ baxmasaq,
Arda düzgündür. Amma burada mürəkkəb struktur yox. Sadə struktur olmalıdır. Sadə strukturlardır bunlar. Bunların birləşməsindən mürəkkəbləşmişdir. Ona görə 4-ə çıxırıq. 5-də deyilir, təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq diz şəkilli kosmik buluddan. Soyuq diz şəkilli kosmik buluddan yaranmışdır. Hansı alimlər nəzəriyyəsi idi? Şmit və Fesenkovun nəzəriyyəsi. Ona görə 5 böyük partlayışa aid deyil. 6-da deyil, kainat 13,8 milyard il əvvəl meydana gəlmişdir. Bəli, bu böyük partlayışa aid idi. 6-nı da götürürük. 1, 3, 6. Cavabımız nə olur? C variantı. Sonra 33-cü tapşırığa baxaq. 33-də deyir, hansı sırada planetlərin sahib olduğu peyklər düzgün göstərilməyib? Əvvəlcə Saturna Titan, düzdür. Yupiterə Io, düzdür. Urana Oberon, düzdür. Oberonu həmçinin Marsa verib. Bir peyk 2 planetə aid ola bilər? Xeyr. Urana aiddir, Marsa aid deyil. Ona görə cavabımız B variantı olur. Sonra 34-cü tapşırıqda Günəş sisteminin ən böyük səma cismi hansıdır? Günəş sisteminin ən böyük səma cismi Günəşdir. Ona görə cavabımız D variantı olur. Burada A'ya da getdi bir dəqiqə. D variantı. Sonra 36-cı tapşırıq. 36-da deyir, uyğunluğu müəyyən et. Ulduz, meteorit, planet, asteroid. Əvvəlki suala bənzəyir. Yupiter və Mars arasında yerləşir. Yox, Mars və Yupiter arasında yerləşir. Mars və Yupiter arasında nə yerləşirdi? Əvvəlki zatı demişdim ki, asteroidlər yerləşir. 4-də A olur. Sonra qaz şəklində olur, işıq istilik saçır. İşıq istilik saçan ulduzdur. Deməli, 1-ə B oldu. Dəmir və daş kütləsindən ibarət olurlar. Dəmir və daş kütləsindən ibarət olan meteorlardır. Cavabımız C olur. Meteorita seçirik. Günəş və öz ox ətrafında hərəkət edilir. Günəş və öz ox ətrafında hərəkət edən səma cisimləri, planetlər idi. 3-ə də D olur. 1-ə B, 2-yə C, 3-ə D, 4-ə A. Cavabımız D variantıdır. Sonra 37. Səhv fikri seçin. Fikirləri daha doğrusu. Deməli, ulduzlar birlikdə bürc adlanır. Doğru fikirdir. Ay işıq saçır. Xeyr, ay işıq saçmır. Ay günəşdən işıq və istilik alır. 2 səhvdir. Ay yerin cazibəsindədir. Bəli. Ay yerin cazibəsində həm öz ox ətrafında, həm də yer ətrafında hərəkət edir. 3 düzdür, amma bizdən səhv soruşur deyil. 3-ü götürmürük. Sonra yer şərqdən qərbə fırlanır. Xeyr, yer qərbdən şərqə fırlanır. Ona görə günəş əvvəlcə şərqdə çıxır, qərbdə batır. İşıq 1 saatda 300 milyon kilometr məsafə qət edir. 1 saatda yox. 1 saniyədə 300 min kilometr qət edir. 5 də səhvdir. Cavabımız A variantı olur. 42-ci suala deyilir. Merkur və Günəş arasındakı məsafə 0,8. Burada bu Günəş, bu Merkuri, bu deməli olsun Mars, bu da Saturn. Merkur və Günəş arasındakı məsafə 0,38 astronomik vahiddir. Mars ilə Günəş arasındakı məsafə, Mars ilə Günəş 1,52, buradan bura 1,52. Saturn və Günəş arasındakı məsafə isə 90,5 astronomik vahid verilibdir. Şərti olduğu kimi köçürdüm. Sonra deyir, Saturn ilə Mars arasındakı məsafə, Mars ilə Merkur arasındakı məsafə neçə milyon çoxdur? Saturn ilə Mars, yəni buradan bura olan məsafəni, sonra Mars ilə Merkur, buradan olan məsafəni fərqini soruşur. Əvvəlcə biz buradan tapa bilərik ki, buradan bura 1,52-dirsə, buradan bura 9,5-dirsə, buradan bura nə qədərdir? 9,5-dən 1,52 çıxarıq.
Burada deməli neçə alınır? 8. 7,98. Deməli buradan bura 7,98-dir. Sonra deyir Mars ilə Merkuri. Bu məsafə 1,52-dir. Buradan bura 1,38-dirsə, buradan bura alan məsafəni tapa bilərik. 1,52-dən çıxarıq 0,38-in. 1,14. Deməli, bu məsafə ilə bu məsafənin fərqini taparıq. Bizdən fərqini soruşacaq ona görə. (6,84) astronomik vahid. 6,84 astronomik vahidi tapmaq üçün eləməliyik? 6,84-ə x qoyuruq. 1 astronomik vahid nə idi? 150 milyon. Buradan da 6,84'ü vurarıq 150 milyona. Bunu hesaplasaq, vurduqda 1026 milyon edir. O da cavabımız E variantıdır.